Bugün sizə həm çox rahat, həm də inanılmaz dadlı bir resept göstərəcəm. İnanın ki, görüntüsü necə gözəldirsə, dadı bir o qədər də möhtəşəmdir. İlk öncə toyuğun döşətini tavada gözəlcə qovurdum, ardınca soğan əlavə etdim, sonra qırmızı və sarı biberləri əlavə etdikdən sonra ədviyyatlarla da bir gözəl qarışdırıb dad verdim. Daha sonra milli dad lavaşını açdım, içərisinə ketçup və mayonez qarışığı çəkdim, 2 lavaşı üst-üstə qoydum və ardından hazırladığım isliyi əlavə etdim. İnanın ki, möhtəşəm bir dadı idi. Sonra gözəlcə büküb soba listinə düzdüm. Üzərinə yenidən həmin o sosdan çəkdim. Mayonez və ketçup sosuna bolluca holland pendiri əlavə etdim. Sobada üzəri qızarana qədər saxladım və nəticə həqiqətən də möhtəşəm idi. Ən sevdiyim məqamlardan biri isə milli dad lavaşıdır. Çünki tərkibi sadəcə un, su və duzdur. Heç bir əlavə qatqısı yoxdur. Çox yumşaqdır və büküləndə qəti şəkildə dağılmır. Bütün marketlərdən alıb istifadə edə bilərsiniz. Əgər siz də həm tez hazırlanan, həm də çox dadlı bir resept axtarırsınızsa, mütləq bunu sınayın.